Namaste əziz dostlar. Bilirsən, bu həyatı çətinləşdirən sənsən. Sənin həyat tərzindir. Sənin düşüncələrindir. Sənin bu dünyaya olan baxışındır. Səndən də bir çox şeylər asılı deyil. Çünki sən belə mühitdə, belə cəmiyyətdə dünyaya gəlirsən ki, orada formalaşırsan və həyatı kütlə necə görür, elə görməyə başlayırsan. Sonra müəyyən yaşa çatanda artıq sənə aydınlanma gəlir, ola bilsin də heç gəlməsin, yəni belə də olur. Başlayırsan həyatı anlamağa və onun dəyərini bilməyə, şuurlu yaşamağa başlayırsan. Hər halda çalışırsan nələrsə edəsən. Amma bilirsiniz, hər şey bir-birinə çox bağlıdır, çox sıxdır. Ən böyük, ən real həqiqətlər hər zaman sənin qarşındadır. Amma sən onları görmürsən. Biz insan varlığı olaraq həqiqətləri axtarırıq uzaqlarda, amma həqiqət qarşımızdadır, reallıq qarşımızdadır. Hər şey baxış bucağından asılıdır. Mən sizi əmin edə bilərəm ki, sizin həyat tərziniz birbaşa sizin həyatınıza təsir edir. Çox inanmayacaqsınız bəlkə, amma sizin yeməyiniz, qidalanmağınız, sizin pis vərdişləriniz, alkoqoldur, tütün məmulatlarıdır. O belə sizə bir anlıq ya bir zaman həzz verir. Yəni sizə elə gəlir ki, o həzdir. Əslində həzz deyil. Bunlar siz əgər bunlardan istifadə edirsinizsə, həyat tərziniz belədirsə, onda siz bu planetdə olan düz 80% insanların içində olacaqsınız. 80% insan rəsmi olaraq təsdiq edir ki, mən işimdən xoşbaxt deyiləm. Mən həyatımdan xoşbaxt deyiləm. Nəyə görə bunu edir? Çünki o öz seçimi ilə o işi seçməyib. Öz qərarı ilə, kütlənin qərarı ilə seçib. Daxilini dinləməyib, ruhunu dinləməyib, nə istədiyini bilməyərək. Misal üçün, anası, atası ona deyib ki, sən həkim olmalısan və yaxud sən vəkil olmalısan və s. Hər birimizin başına gəlir bu. Bu da normal prosesdir məncə. Müəyyən etapları keçirsən həyatda, başqa etapları anlamaq üçün, onları keçməyəndə bunu anlamırsan. Hər şey bir-birinə bağlıdır, əziz dostlar. Ona görə heç nəyə görə narahat olmuruq. Məntiq odur ki, insanlar planetdə əksəriyyəti, bəlkə 10 nəfərdən 9-u motivasiya axtarır. Motivasiya nədir? Sən əgər düzgün qidalanmırsan, pis vərdişlərin çoxdur, sən əlbəttə ki, motivasiya axtaracaqsan. Çünki sən öz bədənini söndürürsən, mən heç demirəm, bu böyük korporasiyalar, nə bilim, bu energetik içkilər satırlar, alkoqol satırlar, tütün məmulatları satırlar. Mən heç kimi günahlandırmıram, heç kimi qınamıram. Çünki bu bir biznesdir. Sən uşaq deyilsən, çox gözəl anlayırsan. Milyonluq, milyardlıq biznesdir bütün dünyada. Həmən o restoranlar, harda ki sən gedib, yeyib, içirsən dostlarınla, sənə də zəng gələndə deyirsən ki, mən istirahətdəyəm. Yəni, restorana getməyi istirahət olaraq insanlar birinləri anlayır, dostlar. O qədər hər şey faciəlidir. Baxın, sən bu rutinin içindəsən. Bu bir belə çıxılmaz bir yoldur, dairədir. Sən dairənin içindəsən. Nə oldu, yeyirsən? Baxın, bir dairədir. Nə oldu, yeyirsən?
əlbəttə ki, sən stres olacaqsan, əsəbi olacaqsan, depressiyalı olacaqsan, gərgin olacaqsan, qorxuların olacaq və s. Çünki sənin mədən sənin ikinci beynindir. Sən bunu bilmirsən. Baxın, Ayurveda fəlsəfəsi bunu deyir. Sənin beynin çox oxşayır sənin mədənə. Əgər mədəni kesib belə deməli iç üzünü görsətsək, birə-bir beynə oxşayır. Sən nə yeyirsən, baxın, sənin daxilinə düşən qida, o qarışır sənin qanına. Bir düşün, nə qədər bu önəmlidir. Amma sən bu günləri özüvi, öz mədəvi, belə sanki zibil yeşiyi kimi davranırsan. Çöp. Nə oldu, atırsan içinə. Nə oldu, atırsan içinə. Harda nə təklif elədilər? Hə, ala bu kofeni də ala. Hə, ala bu, nə bilim, bir dənə bunu ye, bir dənə dadına bax. Hə, ala bir dənə bu, bir dənə o. Bütün günü yeyə yaşayırsan, sənin artıq həzm etmə sistemin səhərdən axşama kimi çalışmadadır. Bir də baxırsan ki, 40 yaşın var, amma 55 göstərirsən, 60 göstərirsən. Sənə bu üz dartmalar, day nə bilim, nələr, adlarını da bilmirəm, onlar kömək etmir. Etmir. Çünki sən öz yaşını göstərirsən, bədən olaraq da göstərirsən. Hara gedirsən, get sonra, yogaya get, pilatesa get, artıq gec olur. Çünki sən neynədin? Ən böyük səhvə yol verdin. Sən daxilivi içərdən qocaltdın. Daxilivi içərdən söndürdün. Bu bir faciədir. Sən də düşünürsən ki, əşi, həyatda da yiyim, içim. Yox. Sənin üçün həyat başlayır 45-dən sonra, 50-dən sonra, 55-dən sonra sən başlayırsan anlamağa, necə də həyat gözəldir, necə də həyat möhtəşəmdir, enerji doludur, mən yaşamaq istəyirəm, amma orada artıq gecdir. 2-3 dənə xəstəliyin var. Sən axı o zibil yeşiyi kimi davranmısan öz mədənlə, özünlə illər boyu. Okey? Müəyyən yaşa çatanda sənin bədənin səndən qisas alır, deyirində otur divana, otur yervə, nə işləmisən hambal kimin, yığmısan, orada da bir dənə mənzilim olsun, burada da bir dənə kreditim olsun, onu da eləyim, bunu da eləyim. İndi onların sənə hamısını satdırır, çünki bu sənə ən əziz olan bax budur. Nə sənin uşağın, nə sənin anan, nə sənin həyat yoldaşın, heç kim sənə bundan əziz ola bilməz, bundan dəyərli ola bilməz. Siz nə danışırsınız? Bir düşün, nəfəsivi saxla. Bax, bu dəqiqə nəfəsivi saxla. Nəfəsivi vermə. Bir dəqiqədən sonra mən sənə desəm, sən neyi seçirsən? Allahıvı ya nəfəsi? Sən nəfəsivi seçəcəksən. İnan mənə. Amma bütün günü sən deyirsən ki, Allahıma inanıram, Allahım belədir, Allahım elədir, canımı qurban ona verərəm. Bu sənin dilində olan sözlərdir, boş-boş danışmayaq. Və yaxud, sən görsən ki, sən susuzluğundan ölürsən, bax, ürəyin dayanır, nəfəsin dayanır. Sən götürüb o suyu içərsin. Ona görə də sənin suyun da Allahdır, sənin nəfəsin də Allahdır. Yəni, Allahın məhz mənası budur. Sənə nəfəsin, göz qırpın qədər sənə yaxındır. Yəni, dindarlar məni düzgün anlasın. Mən Allaha qarşı heç nə protiv danışmıram. Mən özüm Allaha çox inanıram. Hər meditasiyamda, hər dua edəndə, yəni mənim üçün gözümün qabağına gətirdiyim figur Allah Tanrıdır. Çünki mənim ruhum İslam sədaları ilə bu dünyaya gəlib və mən bunu dəyişməyə fikrim yoxdur. Baxın, motivasiya. Motivasiya odur ki, sən həyat dolusan. Sən bu günləri özünü məhv edirsən, illər gedir. Sən də sonra motivasiya, əlbəttə, sən onu axtarışında olacaqsın. O qəlbdə çıxan, dünyaya yayılan kitablar, ay nə bilim, adlarını da bilmirəm, bir çox əcnəbi adlar, motivasiya edək. Bax, həmən onlar sənə alkoqolu satırlar, sənə o fast foodları satırlar, sənə o energetik içkiləri satırlar.
tütün məmulatlarını satırlar. Bütün o siqaretlər hardan? Hamısı Avropadan, xaricdən gəlir. O birinci belə, ay nə bilim dəbdədir. Ə, adlarını da vallahi unutmuşam. Ə, bu olsun, o olsun. Onlar sənə, baxın orada bir sistem çalışır. Onlar sənə bütün bu şeyləri verirlər. Reklam olaraq bütün dünyaya yayırlar. Onun için, bunun için kef eləyin, əylənin, yiyin, için, shopping edin. Aa, hemen onlar bu şeyləri qətiyyən eləmirlər. Qətiyyən dillərini vurmazlar. Həmən o qurumlar, o ailələr, həmən o klinikaların sahibləridir, farmasevtik şirkətlərin sahibləridir. Sənə onu da təqdim edir, bunu da təqdim edir. Səni bir sözdən salır təkərə. Bax, sən o təkərin içində yeyirsən, içirsən, çox üzr istəyirəm. Bütün həyatını işləyirsən, o bir heyvan var, adını çəkmirəm. Bütün həyatını bax belə onun kimi işləyirsən, yeyirsən, içirsən, işləyirsən, xəstələnirsən, klinikalar. Sonra səyahət gələndə, nə gözəl səyahət. Biz səyahət deyəndə artıq sevinirik. Amma sən belə yaşasan, sənin səyahətlərin olacaq, gedib Türkiyə, qan analizi verəsən. Yox, qan analizi okey, burada da verirlər. Nə bilim, oravı baxdırasan, buravı baxdırasan, İrana gedirsən, biraz da pulun var, gedirsən, nə bilim, İsrailə, Amerikaya, harasa, İtaliyaya. Səyahətlərin bundan ibarət olur. Heç vaxtı özün üçün, bax, sırf mən durum, gedim, bir ay yaşayayım Bali'də, oranın necə lazımdır dadını çıxardım, gedim o kakos meşələrini görüm, o kakosu gözümün qabağında sındırsınlar, mən onun suyunu içim, gedim o Leonardo DiCaprio çəkdiyi Hollywood filmləri dənizində, sahilində, mən də çimim, mənim də orada şəklim olsun, xoşbaxt olun, oturun Bayka, gedim, nə bilim, o Bali'nin gözəl, nə bilim, Aziya ölkələri olsun, Hindistan, Hindistanda da çox gözəl yerlər var. Dağlar, Himalay dağları, nə bilim, Ganga çayı, fərqi yoxdur, hara olursa olsun. Gedim oranın dadını çıxardım, niyyəti ilə getmirsən. Sən gedirsən Avropa ölkələrinə və yaxud hansısa bir, harda bizim düşündüyümüz kimin o səhiyyə çox inkişaf edib, texnologiyalar var, sənin ürəyini belə də göstərirlər, elə də göstərirlər. Dostlar, həqiqətən də bu bir faciədir. Yəni, necə olur axı insanlar belə bu şeyləri anlamır. Mən bilirəm nəyə görə anlamır. Çünki o alkoqol ki içirsəni, alkoqoldur, tütün məmulatlarıdır, o sənin, o elə belə quranda, baxın, çox adam deyir ki, bu günahdır, mən bunu şey eləsəm, günahdır. Əslində, o günah deyil. Çünki sən özün-özünə nə edirsənsə, günah deyil. Bu arada onu da deyim, cənnət, cəhənnəm belə şey yoxdur. Yəni, belə məkan yoxdur ki, mən ruhumu, dünyamı dəyişəndən sonra gedirəm ora. Bu, sənə prosta inandırıblar bunu. Səni daha yaxşı idarə etmək üçün. Baxın, onu nəyə görə etmək olmaz? Çünki sən alkoqol istifadə edəndə, tütün məmulatlarıdır və yaxud neysə uyuşturuculardır, fərqi yoxdur. Onun effekti eynidir. Ağır belə, ən ağır narkotiklə və yaxud bir dənə pivənin effekti eynidir. Sənin beynində duman yaradır. Sənin beynində bax həmən o üçüncü göz. Sən həyatın nəyə görə anlamağa başlayırsan? Çünki səndə bax bu üçüncü göz hipotezə başlayır açılmağa, sən enerjiləri alırsan, sən həyatın dadını başlayırsan anlamağa, sən artıq səhv eləmirsən, sən balaca bir enerjisən. Kainatda böyük bir enerji var, yaradan Tanrı. O enerji ilə bağlantı gedir. Bax, bu elə bir ki, bir xəttdir. Gözə görünməyən bir ipti gedir, bax, belə ora. Bax, qurumlar, dünyanı idarə edən qurumlar, o Rothschild'dir, Rockefeller'dir, nə bilim, bütün o ailələr, onlar istəmirlər bu bağ olsun səndə. Onlar bunu qayçılayırlar.
Bunu qarşılayırlar alkoqolla, narkotiklə, çox yeməklə, çoxlu ye, çoxlu ye, çoxlu ye. Sən yedin, beyin uje işləmir. Olursan bax belə tərəvəz. Bax biz bunu bu günləri anlamalıyıq. Mən başa düşürəm çətindir. Birdən-birə mən bütün ömrümü belə yaşamışam. İndi necə dəyişim? Çətin bir şeydir. Amma az-az, addım-addım sən həyatını dəyişə bilərsən. Sən həyatına məna qata bilərsən. Və bütün dünyanın sənə dediyi, axtardığı o motivasiya heç ehtiyac ola bilməz. Çünki motivasiya bir sənədir. Sən həyat dolu olduğunsa, bax bu şeyləri eləmədinsə, enerji dolu olursan, sən sanki görmüsünüz o balaca sərçə səhər necə enerji dolu olur. Fikir verin. Oradan ora atlanır, buradan bura qaçır, oxuyur. Həyat doludur da. Baxın, enerji, prana onda qaynayır. Sən çalışmalısan, o həddə çatasan. Düzdür, o həddə çatmaq mümkün deyil. Çünki artıq sənin məsuliyyətlərin var, artıq sən uje sistemdasan, sən nə qədər də olmasa uje yeyəcəksən, içəcəksən, azalda bilərsən, amma tam olaraq 1-2% bəlkə məni dinləyən və yaxud yəni çətindir. Çətindir, amma bu günləri sənin qarşında belə bir seçim var. Bax, məni dinləyirsən, bu əslində sənə Allahdan gələn, yaradandan gələn bir mesajdır. Mən sənə bunu çatdırıram. Bu məlumatı sənə çatdırıram. Qərar sənindir. Sən onu götürüb icra edəsən, bir silah olaraq alasan əlivə, deyəsən ki, əlbəttə burada bir dəyər var. Ya da ki, mən bilirəm çoxsunuz qulaq asacaqsınız, amma orada da şeydir, keçdi getdi. Deyəcəksiniz ki, bu adam hə dünyanı anlayır, həyatı anlayır. Neyse, fəlsəfəni bilir. Amma orada da, yəni mən istəməzdim ikinci variant olsun. Birinci variant olsa daha yaxşı olar sənin üçün. Çünki sonra peşman oluruq da, sonra müəyyən yaşa çatanda onda geri dönüş eləmək olmur. Görmüsünüz o belə yaşlı insanlar olur, ayda dayı ayaqları getmir də, sürətlə şey eləməyə başlayırlar, səyahət etməyə. Avropada çox vaxt görürük elə adamları. Dayı bir gözü yoxdur da, əli zadı quruyub, belə kastillə zadla gezir, amma oradan ora uçur, buradan bura gedir. Dayı bütün ili çalışır şey eləsin. O nə yığıb, başa düşür ki, bu şeydir də, özü ilə apara bilməyəcək. Kiməsə verməyə hayfı da gəlir. Sürətlə başlayır xərcləməyə. O həddə özümüzü çatdırmayaq. Çünki həyat indidir, həyat gözəldir. Biz onu yaşayırıq indi bu dəqiqə. Dostlar, bunu anlayın. Bunu anlayın. Sən çox planlama, çox belə qurma. Mən belə olacağam, elə olmalıyam. Yox. Sən bir çox planlar qura bilərsən, amma yəni değməz. Sabah üzülürsən, çox planlayanda insan üzülür, əsəbi olur. Çünki sonra başqa cür nə ola bilər və çox güman ki, olur da. Ona görə həyatdan həzz al, qoy desinlər ki, sən arsızsan. Bu sözləri sənə deyəndə bil ki, sən bir balaca irəliləməyə başlamısan. Qoy desinlər onun öz dünyası var, o qəribədir. Mən xoşlayıram mən o sözləri deyəndə. Bu qəribədir, bunun öz dünyası var. Gör getdi, nə bilim, yoga ilə məşğul oldu, işi gücü yoxdur. Özü məni, misal üçün, əvvəldən tanıyan insanlar bilir ki, mən 8 il İtaliyada yaşamışam. Mən İtalyan dilini ana dilim kimi bilirəm. Mənim çox gözəl əlaqələrim var. Çox möhtəşəm, vəzifədə olan insanlar məni çox istəyir. Mən bir dənə desəm ki, mən ürəyim, baxın, bu günləri mən özüm seçə bilərəm, harda işləyim, hansı quruma gedim işləyim. Hər qurumdan da kimisə tanıyıram, hansı ki, məni bu günləri, necə deyim, önə çəkə bilər. Çünki onlar məni tanıyır, uzun illərdir, hələ səfirlikdən tanıyırlar. Və bir çoxları deyir ki, sahib sən başın gedib, getdin məşğul oldun, gic-gic yoga, nə bilim Hindistan, belə elə işin gücün yoxdur. Amma nə olsun? Amma zato mən indi ölkədə ən tanınmış yoga mütəxəssisiyəm.
beynəlxalq dərəcəli. Hamı məndən danışır, hamı mənim enerjimi sevir. Cəmaət gəlir məni görmək üçün. Yəni kim bu nəticəyə çatır? İkinci belə bir adam tanıyırsınız ki, ona görə gəlsinlər Sibrizə onu görmək üçün. Onunla söhbət eləmək üçün, şəkil çəkdirmək üçün. Mənim üçün əsl uğur budur, əsl mükafat budur. Çünki insanları işıqlandırıram. O işıq böyük olaraq Tanrı verib mənə və mən insanları işıqlandırıram, gücləndirirəm, onlara sevgi ötürürəm, enerji ötürürəm. Bu çox gözəl missiyadır. Sən də çalış belə ol. Enerjini orada burada axtarma. O kitablar oxuyuram, mən motivasiya olum. Yox, kitablardan motivasiya ola bilmərsən. Kitablardan sən hansısa bir məlumatı ala bilərsən. Motivasiya odur ki, sən gözünü açdın, sən sevinirsən ki, nə yaxşı ki, sən bu dünyadasan. Nə yaxşı ki, sən yaşayırsan. Nə yaxşı ki, sən nəfəs alırsan. Baxın, motivasiya budur. Çıx, başda yaradıcı, insanlara faydalı ol, insanlara xoş ol. Pis işlərlə məşğul oldun, əlbəttə sənin o motivasiya elə Allah Taala alacaq sənin əlindən. Negativ işlərlə məşğul oldun, onun bunun evini yıxmaq istədin, onun bunu incitdin, pulunu aldın, yalan danışdın. Əlbəttə sən belə yaşayacaqsansa, olacaqsan restoranlarda, olacaqsan alkoqol, spirtli içki, yolunu azmış insanlar, ailən də dağılacaq, qalmaqal içində, söyüş içində, problemlər içində, bax belə bəlalar səndən əl çəkməyəcək. Çünki sən bu günləri əkdiyin toxumlar o zəhərli qara toxumlardır. Bax belə bir əkirsən, o da sabah böyüyür, gəlir sənin üstünə. Sən xoş, pozitiv, huzur, sevgi, insanları sev, onları aldatma. Baxın, elə vəkil var, aldada. Maşennikin biridir, amma vəkildir. Qalmaqal içində. O da işləyir. Onun da pulu var, onun da rulusu var. Çünki Allah seçim etmir, ona da verir. Amma elə vəkil var. Hamı onu tanıyır, onun nə qədər disiplinli, nə qədər düzgün, nə qədər dürüst olduğuna görə. Misal üçün, mən elə vəkillərdən birini həyatımda tanımışam. Adını da çəkə bilərəm, Nurlan Məmmədov. İnanılmaz dərəcədə, necə deyim, düzgün. O ürəyini verirdi müştərisinə görə. Ürəyini verir. Yəni o dərəcədə bütün enerjisini, bütün biliyini, adam sanki Allah onu qoyub sənin qarşına səni xilas eləsin. Yəni o dərəcədə möhtəşəm insandır. Nurlan, salam bu arada. Belə. Yəni belə insanlar da var. Baxın, ona da Tanrı ruzu verir, buna da Tanrı ruzu verir. Nə gözəl. Ona görə də bugün sən elə xoş işlər görməklə də pul qazana bilərsən, ruzu qazana bilərsən. Və çox gözəl də mükafatlandırar səni Allah. Nə gözəl. Yəni biz çalışmalıyıq düzgün insan olaq. Bax, bu yolla getdin, sən uzaq olursan qalmaqaldan, problemlərdən. Onlar səni keçirlər. Sənin Tanrın səni qorumağa başlayır. Sən içirsən, söyürsən, onu bunu əzirsən, sən necə qorunarsan? Avariyada düşəcəksən, bəlalar gələcək başına, üstüvə, sən cəhənnəmə, ailən, onlar əziyyət çəkirlər. Sən bu həyatı da belə də çox nalayiq, çox belə mənasız yaşayırsan. Heç olmasa ailəvə hörmət elə. Çünki onlar əziyyət çəkir. Anan əziyyət çəkir, valideynlərin, həyat yoldaşın, uşaqların. Onlar səninlə fəxr eləməməli. Eləmirlər artıq. Amma sən elə yaşamalısan ki, onlar səndən danışsınlar, səni alqışlasınlar, səninlə fəxr eləsinlər. Tamam dostlar. Yəni həyat ən gözəl motivasiya sənin bu günləri bu həyatda olmağındır, nəfəs almağındır, dua etməyindir, insanları sevindirməyindir. Gününüz gözəl keçsin.